Belə Ankaradan bir qədər əvvəl aldıq xəbəri. Sizin də qeyd etdiyiniz kimi Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ, Türkiyə Kosmos və Aviasiya şirkəti olan Türkiyənin kosmos və aviasiya məhsulları istehsal edən şirkətin paytaxt Ankarada yerləşən istehsal obyektində bir partlayış baş verdi. Ardınca atışmanın olduğu haqqında məlumat verildi və hadisə nəticəsində ölən və yaralananlar haqqında məlumat da var. Qeyd edeyim ki, hadisədən dərhal sonra Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verdi X sosial şəbəkə hesabında. Nazir qeyd edib ki, hadisə nəticəsində ölən və yaralananlar var. Türkiyə mətbuatının yazdığına görə hazırda söhbət Kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir. Yəni həmin ərazidə olan partlayıcı qurğu işə salınıb və hadisə belə baş verib. Ardınca isə ərazidə hətta bir silahlı insident şəklində bir hadisə də baş verib. Daha əvvəl verilən məlumata görə bu TUSAŞ-ın istehsalat müəssisəsində baş verib bu partlayış və hadisə öz təsdiqini tapdı. Terror aktından sonra atışma davam edib. Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri, tibbi heyət cəlb edilib və həmin istehsal müəssisəsində olan heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib. Qeyd edim ki, hadisə ilə bağlı bu ana qədər olan rəsmi açıqlama hələ ki bundan ibarətdir. Amma bundan əvvəl İletişim Başkanlığında dezinformasiya ilə mübarizə mərkəzindən bir açıqlama da edilmişdi. Açıqlamada həmin ərazidə partlayış və silah səslərinin eşidildiyinin ardından əraziyə yenə də qeyd edilib ki, təhlükəsizlik qüvvələri, fövqəladə hallar və digər tibb işçiləri təxliyə edilib. Terror aktı adlandırır Daxili İşlər Naziri Əli Yerlikaya bu baş verən hadisəni həmin əraziyə. Bundan başqa Ədalət Naziri Yılmaz Tunç Ankara Cümhuriyyət Prokurorluğu tərəfindən hadisə ilə bağlı artıq araşdırmanın başlandığını qeyd edib və hadisə ilə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcəyini qeyd edib və Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bir daha onu da xüsusi vurğulayıb ki, hadisə ilə bağlı yalnız rəsmi açıqlamalara istinad edilsin və rəsmi məlumatlara istinad edilsin. Çünki hadisə ilə bağlı bəzi dezinformasiyalar da yayıla bilər hal-hazırda. Amma son açıqlamalar budur. Biz Türkiyədən bunu çatdırdıq. Bir digər məlumat, onu da qeyd edeyim ki, hadisə baş verən andan dərhal sonra TUSAŞ, yəni Türkiyə Aviasiya və Kosmos Sənayesi şirkətinin istehsal müəssisəsində baş verən bu partlayışdan sonra Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri də hadisə yerinə doğru getməyə başlayıblar. Onu da qeyd edeyim ki, dünən Türkiyənin İstanbul şəhərində Türkiyənin ən böyük beynəlxalq müdafiə, aviasiya və aerokosmik sərgisi Saha Expo işinə başladı və təbii ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri də bu sərgidə idilər. Hadisədən dərhal sonra onlar sərgidən ayrılıblar və bu haqda bir məlumat verilib ki, onlar Ankaraya doğru yola çıxıblar. Qeyd edeyim ki, ən son məlumatlar hələ ki bunlardır. Rəsmi açıqlamalar gəldikcə sizə çatdırmağa davam eləyəcəyik. Türkiyədən ən son məlumatlar hələ ki bu qədər.